Bacanaqlar serialı başladı. Senin arvadlığın olsaydı, qaynanan Zərnişan bu evi idarə eləməzdi. Mənə bax, sən indi ərinə, qaynananın haqqında elə sözlər deməlisən ki, ərin özü qaynananın ayağını bu evdən kəsməlidir. Başa düşdün? Çoxdan, nə var? Ceyran, sən mənim anamın ayağını bu evdən kəsmək istəyirsən? Bu dəqiqə sənin ayağını bu evdən bir dəfənlik kəsərəm. Bu da sənin çamadanların. Çıx get. İsmət, elə bilirsən getməyəcəyəm. Kızlar, yığışın gelin. Bu hayatta doğum oldu biz bir zaman. Bizi doğum eyleyene canımızda kurban. Yaşayalım ömrümüzü şen firava. Biz mehriban bacanaklara. Yeri gelse dostum hem de yoldaşık biz. Darbegan ve itibarlı sevdaşık biz sanki. Tanrı biz mehriban bacanaklara. Ay bacanak, ne yaşık ki böyle bacanaklar oldu benim. Bir işimizde birbirine dayadık. Bir yerde olanda bulur hayatın acıları nerede gemi. Bir gördüğümüz her işimiz, sohbetimiz, her sözümüz mehriban bacanaklar. Ay ana, nədir qadın? Ay oğul, başına dönüm. Sana belə bacının əri haqqında söz demək istəyirəm. Bura yığılayım mən o məhəbbət, o məhəbbət. Gəl, çağır məhəbbət, gəl, Məhəbbətlə işin yox de, məhəbbət haqqında döz söz. Mətləb haqqındadır. Səbirlə dinləyin, hələ mətləb vurmaqla deyil. Vuraram, gedir, xəstəxanaya düşər əlimiz ki. Bir hövsələn olsun, bir alqıçəyən sözünə qulaq astayla bala. Deməli, özün yaxşı bilirsən, bu mətləb tez-tez radara düşür, onun da radar cərməsin, sən ölüyürsən. Bilirəm, ayana bilirəm. Hə, indi bu dəfə də radara düşüb dana. Hə, düşüb dana, ona görə mən mətləblə pis oldu. Düşüb. Ha. Radar da onu çəkib, yanında da bir sarıbaş qız. Bax, o qız kimdir? Skovun söhbətdir. Belə şeyə qardaş tapada gedər. Bir bacının qardaş tapada gedər, amma yəni səbirlə, ağılla, kamalla, şirin dillə görən ağara bilir, neyinirik. Ay mama, derim gör, mətləbin yanındakı sarı saçlı qız var, derim mətləbə gör nə tər yaraşır, derim bəkər, bacımı mətləbdən boşatdıraq, elə o qızı alaq da mətləbə. Bu avtobusdan pulu gönderdim, götürdün. Hadi götürdün denen götürmüşəm da ben. Sağ ol. Deyirəm ki, xoş gəlmişsiniz. Gəlim. Deyirəm ki, aya basın.
Bir dənə halal süd əmmiş olaydı belə. Yox yerdən Allah yetirəydi. Bir də o bibim qızı Şamama verəydi. Əri çıxıb gedəydi. Yazıqdı, xoşbəxt olaydı da. Ha, halal süd əmişi vajını deyil. Belə başladı. Quru süddən böyümüşü də olsa olar. Hə. Biz tapmıram axı bu işləyən biri olsa günləri pul qazanan. Adam verəydik bibi qızını gedəydi. Hə də, gör nə inirsən də. Gör nə inirsən. Ha, sana. Sen video cəmatı yolusan. Ha, gəlim. Bu yoxdur sizin bu nəsildəki belə bir adam ki, bu bibi qızını verə yerə getsin. Hardan tapam mən nəsildə? Hamı evləniblər, uşaqları var. Hadi evlənib deyilən necə bir boşanmış əli uşaqlığı yoxdur. Fikirləşirəm. Sən bir dənə zəng elə, dayı oğlanlarına zəng elə, bəlkə biri boşanıb, ana zəng elə. Boşanmasa neyini boşanır? Qızışdır boşansın, ana deyilən nə qədər olur bir arvadın ömrü çürüdəsən. Görür də, bir mesaj yazdı da. Ha. Mənim ama Ceylanı kovaladım getdi. Əşi. Kızlarını da götürdü, saldı yanına çıxıb getdi. Narahatım. Ay narahat olma, ne olub be özümə, niyə yinəm evlənib? 4 kilo yemək pişirmişəm. Baba, sən axşam gələndə bir bankada boş sağ gətirim, ha? Yaxşı. Oldu. Oldu. Sağ ol, sağ ol. Ceyranım, ay ceyranım, küsmə məndən, ay ceyranım. Mən küssəm də eybi yoxdur, sən küs məndən, ay ceyranım. Ceyranım, ceyranım, ay ceyranım, küsmə məndən, ay ceyranım. Mən küssəm də eybi yoxdur. Sən yandı, yandı. Elimde fakt var ya, fakt. Mətləb maçında qızla gəzdim. Heç nə eləyəmir, heç nə. Fakt var, ürək yoxdur. Ürək var ya, cürət yoxdur da. Bəlkə də cürət də var, digər mərdlik yoxdur. Mərdlik də var, belə gedirdir hər şixəliyə. Heç nə yoxdur, cəzalandıramıram da qardaş, cəzalandıramıram. İfələnirəm onu görəndə. Atalım Əlim, deyirəm bəlkə o bizdə ilan var. Mətləbin xəbəri olmayanda atım o ilanı onun boynuna arxadan boğsun onda. İlan, hansı ilan? O ilan yoxdur bizdə, o dişləri tökülüb, o yatan yerdə də pişik gəlib quyruğun bir balacasını yemişdir. Piton ilanı verirsən? İyi ilan həkim. Sən o boyda piton ilanını iğnə dərmandan soğulcanı döndərdin. Heç olmasa danışma da. Belə baxanda düz deyirsən. Mən nətər cəzalandıram. O bura gələndə fıs edir. Amma Talib müəllim, məndə bir günah yoxdur. O iğnə o günə qoydu. İğnədir də. Talib müəllim. Deyirəm, yarasa var bizdə. Keçən səfər sən də qorxmuşdun. Bəlkə o yatan yerdə gətirib belə qabağına qoyum, diksinsin o yanında. Yox, o yarasıya dəymə. O yarasdan sağlamışam aprelin istəyiri, məhəbbəti yorğanını altına tullayıb, qoyub bələz. Məhəbbət də belə bir balison məzəm var. Onu sağlamışam, məhəbbəti incizdəyişəm. Mətləbi cəzalandıramıram, mətləbi cəzalandıramıram. Mən nətər eləyim, hə? Vəfa qismət zəng eləməmişdi. Yox, zəng eləməmişdim. Biraz da gözləyəcəm. Əgər zəng eləməzsə, telefonu yığıb verəcəm Mayıl danışsın. Ata, sənin üçün darıxmışam, tez gəl deyəndə telefonu əlindən alıb deyəcəm ki, uşağın atası da, anası da mənəm. Qoy eşitsin. Nə bilim, ay Vəfa, nə inirsən elə, biraz tez elə. Özün bilsən də Maral xalqın evi bir otaqlıdır, səhər də gördündə həmayinlə dilləşdi.
qaqa. Sağ ol. Nə yaxşı gəlmişsən? Abbas, Ceyranı qovaladım evdən. Buyur. Kızlarını da götürüp getdi. Odur ki, bugündən öz əleyim, öz başım. Ne yaxşı. Ay qardaş. Ay Allah. Axır ki bir dəfə bir kiçik hərəkət elədin ha. Ömründə bir dəfə. Amma daimından sonra çalış ki, başqa da olan fitvasına uymaya qardaş. Hələ bax sözümü üstündə belə kişi kimi deyəydin ha. Necə demisən? İndi çalışaram sözümün üstündə durum. Yox, sən narahat olmaya başqa şeylərdən. Bax, qab-qaşığı da, pal-paltarı da, əyin başı da. Bax, gül kimi, çiçək kimi özümü yığıb təmizləyəcəm. Heç nədən narahat ol. Bazın ölməyib ki. Sağ ol, sağ ol. Sən nə yuyursan? Fəhləsən sən. Qardaşım da nə olsun? Qardaşım. Özgəsi də. Qardaşına bir dənə mən qəşəng qız tapım, onu evləndirim, o yusun da sən nə yuyursan? Hayır, o ne olur? Yox Abbas, evlənmə istoriyadır. Elçi get, nə bilim nişan apar, toyzad. Mən o... Ay qaqa, mamoğlu. Mən rahat olmuyor qaqa onunla. Ay elə bir qız tapıram ki, qızın qardaşları özü qızı sənin ayağının altına gətirir. Hazır deyir, pişmiş qız deyir. Ne olur ki qaqa? Həm mən nətər evləndim? Həm mən sən bazına elçi gəlmədim ha qaqa? Hepsi qulu yadında. Yaxşı. Ne deyirsən? Yaxşı, elə variantsa, prob eləyək də. Nasıl var? Bəlkə belə bir şey eləyim. Mətləb çağırın bura. Demə Mətləb. Bura gəl, bura gəl. Mətləb, eşitdim qızdan gəzmişsən, cavanlıq eləmişsən, qudurlusan, çaşımısan. Bilmirsən dalxayan vurağana, bilmirsən? Talib müəllim, bağışda da bir qələt eləmişəm də. Qələt eləmişəm, başqa daşa görsən, qələt eləmişəm nə? Nə sözü? Ha? Sən qələt eləmişsən, təyizə. Sən bana 80! Bunu stoş eləyəcəm bunu. Talib müəllim, Ha. sən belə fikirləşmirsən? Bəlkə problem yoxdur, Talib müəllim. Mən yığım, mətləb, sötə qıyım. Çək deyirsən, çəkim. İndi mətləb döyüləcək, mətləbi çəkəcəm. Sən döyüləcəksən, səni çəkəcəm. Sadəcə mənə maraqlıdır, sən mətləbi tək döyə biləcəksən. Mətləb mən vura bilərdim ama bütün xəyalım özlədir. Sən lan tale işim elədik ha. Yeni mətləb mən onunla şabalaq vuranda mən bir dənə ağır söz deyə bilməyəcəm mətləbə. Mən sözlüyüm şabalaqdan ağırdır, iğnəli sözlərim var. Deyərəm, əlçi laf. Fığının özdə ən burğu ilə vuraram. Yaxşı, bəlkə belirliyim qaz var. Demə mətləb. Mətləb, gəl çarı. Keç. Ne dersen o ne yok. Uzatma sözümü deyir. Mətləb, eşitdim sən maşınında sarsaş bir qızla gəzmişsən. Ha, düzdür, düz söhbətdir, qıqaş bu. Yaxşı eləmişəm. Əcəb eləmişəm. Nədir ki? Böyle heç nə, öyle. Heç nə. Nə də? Qızla gəzdiyim bəstör, indi də oğlumu təkləmişsən? Ya beni vur lan, ölümə yaptın beni vur lan. Yaxşı Talib, mən səndən görüşəcəm. Darıxma. Yox, yox, qorxuram. Qorxuram anamla bacım məni sesdə qoya. Gedişənlərim oradan çıxanda və yaxud özlərini mətləbə şirin satmaq üçün məni ələ mi verərlər? Vurar ödümü qalır. Mən qaçaram. Problem yoxdur, dəfələr nə olub? Mətləbə elə-belə zarabatla belə vurmuşam, dalımdan düşübdü. Tutamayıb, amma bu da tutar vurar dağırmadan. Ay, salam İsmail, nətərsən? Xoş gəldim. Ya İsmail, deməli bir xırda bir məsələ var. Elə kakraz gəlmişsən elə sənin məsələdə. Bilməm, nətər deyim, abırımdan da utanıram.
Bu bizim mətləb Batım yoldaşı. Bu maşında bir sarsaç qızla görübdülər. Mən də istəyirəm onu vuram. Amma qorxuram. Yox, qorxuram ki, bacım dul qalar. Mən belə qorxuram, belə qorxuram. Məyər olanda sadlıq olur. Ay Talib müəllim, dul qalmaqdan qorxmayın. O qədər tanış bir iş var. Vurağan adam lazımdır. Ay, sağ ol. Yadıma gəlir o vaxtı sənin neyi var vurmuşdu ya. Tuluğa döndərmiş diye. 2 ay komada yattın. Sonra da 2 ay xəstəxanada yattın ha. Bizə o oğlan lazımdır. Oğlan mənim yadımda deyil ki. Mən nə bilim mən kim vurub, kim. Hardan yaptın? O vaxt vurursa yaddaş dağılır. Yo, oğlan. Ben eyniyə bilərik. Belə. Bizi belə vurağan adam tapa bilərsən. Mən taparam. Biri var, onu taparam. Gedim gətirim sənə bir şey. Adamda. Bir dənə o saqqızın pulunu ver də mənə. Nə saqqısı? Deyil o ağzının saqqız. Ne kəsirəm mənim ağzımda? Bu hardan da? Taleməm, o bayaq o sinə görüşdüm, o öpəndə belə verdim. Hə. Bu neçədir? 99 qəpik. Ceyranım. Akşam eve niye gelmemiştin? Gelmiştim de yanında da uzanmıştım. Gelmemiştim. Oy, o sen idin yanımda uzanan. Ben de ne bilmişim, mamı kucaklamışam. Sen de mi senmişsen? Az bir qırağa dur görmez. Qadan alım ay məhəbbət. Bu mətləb var ha. Təzəlikçən. Eşitdiyimə görə bu bir qızla gəzir. Sən bilərsən o qız kim olar başına dönüm. Ben o vaxt demiştim de ki mətləb gəzir. Mənim sözümə qulaq asmadınız. Qoy gəzsin. Oy. İndi hamı deyəcək ki məhəbbətin bacanağı gəzir, gəzəyəndir. O da mənim adıma ləkədir. Doğuşanım. Bak gör ne geçek kızdı. Deyirəm mama deyirəm ki, mətləbdən bacımı boşaltdıraq, elə bu qızı alaq mətləbə. Ay sən elə fikirləşsən, sən elə fikirləşən sən. Kül sənin başına. Ağılsızın biri ağılsız. Bəlkə elə qızı məhəbbət alaq. Doğrudan iyi ay məhəbbətim. Deyirəm elə bəlkə o qızı alaqsa. Elə sevinirəm ki, sənin kimi ərim olmağıma belə pis çıxmasın. Mənim bir oğlum da var. Abbas mənə heç nə deməmişdi, amma eybi yoxdur. Elə bilərəm ki oğlum var. Adı nədir? Qardaşxan. Qardaşxan nəsə uşaq adına oxşamır, amma yenə də eybi yoxdur. Elə deyərsən gələr o malin otağında qalar, onunla da bir yerdə baxçaya da gedərlər. Buradadır oğlum. Çağır gəlsin. Oğlum, qardaşxan, ata səni çağırır. Ata? Atacan? Ha? Bir dənə oğlan tapmışam. Vırır, yortur, dağıdır. Mətləb nəxli çat, mətləb nəxli çat. Gel burada, gel burada. Bu nədir ha ya? Bu ne bu? Bu ne deyir, ne var ya? Gəlmirdi ki, yolda gördüm bunu. Bir dənə dönər ala gedim. Mən aldım dönədə yeyə gəlir.
Mətləbin üstünə mi gedik, Günümüzə diriyimizə bax, bu mətləb vuracaq. Bu mətləbi döyəcək. Günümüzə diriyimizə bax. Ay, Öldürmürəm, öldürmürəm. Bax, qabağımı qaçırla delə vurmalım. yaxşı da Talibən sən də. Bu yazıq belə dördü işte Talib mənim. Div kimi oğlan idi, hə? Başa qoşuldu buna da, alqışlıq elədi. Gördün, araq adamın əvəzinə qoyur. Sən o meymuna da araq çizdirə, onun şitini, iştəncəsini çıxartdın. Onsuz da o meymunun yapısında şənlik var, şən heyvandır. Həmişə insan deyimlədir. Amma araq verdin, şitəncəsini çıxartdın. İçmə də, lazımdır sənə Bu şirpələnci yola sal. Hə, yola sal, get. Ayran al, onu ayran. Şamama hardan gəlir? Çay almaya getmişdim. Pulu hardan götürdün? Biz 20'den götürdüm. Şah! Çörək 600 manat alıbsan. Özüme bir telefon da aldım. Sağ ol. Görəcək günlərimiz var imiş. Ata. Atacan maşını açarım verdi. Uşaqlarla bir yer var, orada hep gələcəm. O uşaqlarla bir yerə avtobusla gəlib dəyib gəlmək olmaz. Yox, uşaqlarla sözləşmişik, hamısı atasının maşını ilə gələcək. Mən də yetim deyil, amma mənim də atam var. Bir də oğlumdur da. Cibkaçlığı da verdi atacan. Qismət ver də, oğlumdur da. Niye boluzu gördü? Sağ ol Arzu Hanım, ne dersiniz? Arzu Hanım buyurun açarlarınızı. Xeyirli olsun. Evde təhvil verin bu günler. Təhvil verirsən? Hə. O. Bəs bura ana boyları vurulmayıb axı. Arzu Hanım narahat olmayın ya. Mənim əl altım yoxdur uşaq. İndi onun saracın 5 dəqiqə aboy vuracaq. Mən də bu barın stoykalarını da düzəldirəm, ev təhvil verin. Yəni sən çöl qapıya plastik qapı qoymusan. Çöl qapı plastik olar ki, biri gəlsin, bir yumruq vursun, evdə nə varsa yığışdırıb aparsın. Arzu Hanım, onu özüm eləmişəm də mən. Elədim ki, elə gəlsin, vursun, qırsın. Biz də onu verək polisə. Bir dənə qapı aldıraq qoyaq da yerinə, dəmir qapı. Ehtimal sən ayaq yoluna işıq da çəkməmisən. Arzu Hanım, nə yenirsiniz siz işığı? Qapını açıq qoyursan, işıq düşür də ora. Bir də işığı çəkirsən, işıq pulu yazır. Mən talayım əlimi fikirləşəm, Arzu Hanım. Etibar, incimə. Amma mən belə görürəm ki, sən bu evi təhvil verə bilməyəcəksən. Ən yaxşısı, mən gedim Taliblə danışım, bu evə başqa usta tapsın. Yaxşı eləyirsiniz. Siz mənə nə eləyirsiniz, yaxşı eləyirsiniz. Gərək mən bir dənə dəmir qapı alıb qoyardım bura. Ayaq yoluna işıq çəkərdim. Burada boy vurardım, sizi xərcə salaydım. Onda etibarın qədrini bilərdiniz. Əşi, konfetdir də, almışam da. Nədir, yenə evə səhv bazarlıq eləmsən? Hə, gedib xarici konfetlər almışam, bahalı-bahalı. Onu da bəyənmirlər. İsmət, yaxşı şokolad və yaxşı karamel xarici marka olmaq məcburiyyətində deyil. Estella'nın Bryonkina Lubov, Karovkası, Novel, Batonski, Ratski,
bütün növləri, bütün çeşidləri xaricdə istehsal olunsa da, Estella bir Azərbaycan brendidir. Evdə şimdisini ağ eləyir, dadı da ki, bütün rəqiblərdən çox dadlıdır. Hə, İsmail, adam yollursan, vurağandım ha. Hörmətli adama canımız qurban. Gəlsin, gəl, özüm qarşılayıram. Məbbət, əl-ayağa dolaşma, çəkil də, İsmail hörmətli adam yollur da, vurağan adam yollur da. Hörmətli adam mənəm. Ay qardaş. Sən mətləb vura biləcəksən, məhəbbət. Ay dünya. Bu sözlərdən sonra da öldü ha, məhəbbət. Mətləb mənim şapalağımın şotuna böyüyür. Mətləb mənim vaxtlar olub ki, mənim quruşam olubdu. Bak, burada belə şey. Elə belə mətləblə sən tanış edin. Mətləb vurağan adamdır. Bir, mətləb vurur, sonra fikirləşir ki, görəsən bunu niyə vurdum? Üçüncüsü, mətləblə səni iki şey bir-birinə bağlayır. Bir, bacanaqsınız. Bir də o ağzındakı dişlərin var, onun şurupla olmağının səbəbi mətləbdir. Başa düşdün? Vura biləcəksən mətləb, məhəbbət, ha? Ay dünya, ta öl da məhəbbət, öl da. Bundan sonra dedənin daşıdığın nənənin məhəbbətin adını dəyiş. Baban Sarıtel'in adını qoy. Hay dünyamına bax, yaxşı, eşitsən. Mən gedirəm mətləbi vurmağa deyəndə yüngülü alınır. Mən gedirəm onu təpşildən altına salır. Zəng edəcəm. Axırıncı şildən gəlib sən vurarsan, yaxşı? Babam belə hərəkətləri var. Yəni zəng edəcəm, cavab verməsən də özüm onu... Sürüyə yatırıyor. Akantatını vuracaq. Nisapını vursan. Nisapını vuracaq. Bilirəm, məhəbbət, bilirəm. Oldu, davay. Oldu. Deyirəm bəlkə palatkanın danışım bunun üçün. Bunun üçün bir palatka sifariş ver, mən də yaptım. Bibin qızını, yanında da bığırma oğlunu sırmağa adam tapmadınız, mənə sırıdınız. Lan oğlum. Ha. Ayqa. Ha bu da mənim sana yaxşılığımdır. Ha sən nə oldan uşaq istəyirdin qaqa? Ha? Onun roddun pulu var, onun benzinin pulu var. Hər dəfə çöpü qalanda çöpçüyə 10 manat verirsən o puldan. Ha? Nə istəyirsən ha? Sana mən bir dənə arvad tapmışam, yanımda da helti verdi bir dənə oğlu. Ha? Qaqa, o oğlanı günü bugün evləndir, 10.000 sənin civindən. Adam evləndi gör də. Hə, teyxə rasxod deyil, rasxod deyil. Hə, rasxod deyil, nə qaqa? Apar o oğlanı, qoy karyeri işləsin. Qoy apar onu mövqü işləsin. Apar qoy onu hamama, hissələsin, pul çıxarsın. Günü 60 man, 70 man, qazanmasa gəman edirsən də. Yox, yapma, sən mənə gəlmir, sərv eləmir. Ay qaqa, baxma elə, yanı balalı bir dənə arvad da, günü bugün sənin bacını boşuyub, onu almışsan mənə nə deyirsən demə, tap boşuyuram başını, tap. Ay qardaş, bəsdir də. Bax bizim ailəmizə niyə narazılıq salırsan? Bu Abbasın da beyninə ideyaları salırsan, hə? Sənin bıxıbırma oğlun var, icazə ver bizim də oğlumuz böyüsün, bıxıbırma olsun da, imkan ver də bizə də, yaşayaq da. Günah vəfada deyil, hələ səndə də günah. Bəsdir də, ged öz işinlə məşğul ol. Otur yığ ailəvi başıma, bir dəfəlik, bilgin evivin küncü aradı, bucağı aradı. Bəsdir də, nə istəsən bizdən? Kim nə deyir desin, Abbas, mən sənin bibin qızını boşuyuram. Boşayarsan, onda qaqa bu Abbas səni boşdu qalmayacaq. Mən də sənin bacını boşayacaq. Boşa. Uy ya qardaş, görsən nə edirsən? Gördün qardaş. Təzə qutqandım bu arə. O gün qaynanın bəstixala geyindiydi. Hadi sözünü de kurtar sen de. Kolumu vurdum. Ebi yoxdur. Eşitmişəm qızdan gəzsən, hə? Sarıbaş bir dənə qızla. Gəzirəm, belə ədicəb edirəm. Sənə dəxli var ki. Hə, sən qızla gəzməyin, məhəbbətin adını ləkədir.
Ümumiyyətlə sənin özün mənim adıma ləkəsən. Vay, məhəbbət. Çaşmısan sən? Çaşan naşır bir dəqiqə. Bu da keçən dəvəki deyil ki, Hə. millətə demirsən ki, onun sinəsinin yek olmağı silikon qoydurub. Səhv demişəm. Digə çıxaq bayrağı, sən burada vurmayacaqsın. Çıxaq bayrağı, sən silikon dediyin sinə ilə, mən sən vurum, sən də var. Hayır, çıxaq bayrağı. Ata, mən çağırmışsan? Qardaşım. Qardaşım. Nə oldu? Səndən bir xahişim var. Mənə ata demə. Hamınız beləsiz. Şövqat da elə deyirdi. Rizvan ata da elə deyirdi. Zakir, Bakir qardaşlar da elə deyirdi. Ay, kim nə deyir desin, mən sənə deyirəm ki, mənə ata demə. Bu dəqiqə Sabidən şapalaq vuracam ha. Vur, vur. Onsuz atamsan, vursan gəlsən, neynəyəcəm ki, vur. Çıx! Sən məni evləndirmədin, sən mənə dağ çəkdin, dağ. Nə danışırsan? Bizim qismət. Az yaxşı. Hapsat. Yoxları burada. Tez olun, durun gedək, tez. Nə olub anama? Daha bundan artıq nə olasın? Qismət arvad alıb. Mənim gözümə bax. Ay mama, onda mən qismətdən boşanacağım. Ay bala, boşanmaqda, ayrılmaqda. Bunlar hamısı boş-boş fikirlərdir. Boşanacaqsan, elçilər düzülüb buradan qapıya qədər boşanacaq. Sən elədin də mama, bunların boşanmaqlarını sən elədin. Mən eləmişəm, indi mən də barışdırıram. Gəl gedək. Ay mama, onda mən də qismətə deyəcəm ki, sən arvad alırsansa mən də ərə gedirəm. Hə, yaxşı, bunu orada deyərsən. Nə qədər ki, arvadla bir-birlərinə isnişməyiblər, tez gedək. Gedək. Hə, bəs xala, eşdirəm, mən niyə çağıtdırmısınız, nə məsələdir? Bilirsən başına dönüm, mən elə belə adam çağırmaram. Sənin məndə başqa bir qızına şəklin var. Kürəkən, sən elə bilirsən ki, qaynana ancaq kürəkənə doğğa bişirmək üçündür, şirniyyat bişirmək üçündür. Kürəkən qapıdan içəri girəndə qaynana ayağa qalxıb, onun üzündən öpmək üçündür. Sən hələ deyərsən, qaynana sözünün mənasını başa düşmürsən. Sana bir toy tutaram ki, o yediğin yemekler burnundan gelip sidinsin. Bilirsən? Bəs xala, siz nə danışırsınız, nə qız, nə hansı şəkil? Bu deyil. Verin baxım. Ala bak, sarıbaş kız. Bak. Buyur. Bəs xala, bu ki sizin qızınızı tanımadı, saçını rəngləyib də, göyçəkdir. Zarafat eləyirəm də, nə tanıyıram. Mən səndən zarafat eləyə bilmərəm, başına dönüm. Zarafat eləyirdim, qadan alım səndən. Oldu, yaxşı, mən getdim bəs xala. Yox, getmə. Hə. Sağ doğada pişirmişəm. Ala Nə yaxşı? Hə, şirniyyat da. Ala bax, bunların hamısını öz əlimlə pişirmişəm, ye qadan alma. Sağ ol bəs xala, getdim mən, yaxşı, sağ ol. Başına dönüm, zarafatını da elə. Görsən, Mayana. Mən deyirəm, bəhlədə günah yoxdur. Biz yanlış şüqanəyə düşmüşük. Amma pis fıraya yedim. Qulağın dibindən bir dənə qoy yedim. Qalanın arasında sən girdin. Yallah əlimə bir tane verib uzatdırsan mən ora. Məhəbbət hanım. Ay Abbas, qismət deyir ki... Xoş, dəstək. Sağ olun. Qismət deyir ki, Ceyran gəlib ev eşiği dağıdır deyir. Gəlin Şamamanı aparın, ne tez? Tez aparın deyir Şamama. Ceyran deyir, belə dayı, qırğın eləyir evdən. Ayda.
Ceyran girişdə eləməm söhbətə. Da, mənə tər edəyim, yenə kişi girişdəydi söhbətə, şəlləklə, şapalaqla razılığa gətirərdim. Ceyran girişsə çətin, Ceyran girişsə çətin. Ha, indi bəs necə olacaq Abbas? Sən təzədən hər ay bibin qızına pul göndərəcəksən, o dolanması üçün. Ata, mən nə göndərirəm? Qardaşım boşatmayacaq. Boşayanda ondan aliment alacağım. Şövqüdən aliment alıb verirəm hər ay. Rizvandan hər ay aliment alıb verirəm. Zakir, Bakir qardaşlarından alıb verir. Ta mən nə qarmalıyam? Hadi, şunu doyurulmaz, bəs ödür. Aya 1000-1200 pul çıxırır. Sən zəng eləyə Şamamıya, denən Ceyran sən nə qədər görməyib qaçsın. Zəng elə denən. Yaxşı. Öz nətər qaçdı, qaçmayıb neyniyəcək? Yapışardım o saçından onu bax belə koridorda sürüyərdim. Qismət hanı, qismət. Çıx görüm ha buradan, çıx gəl bura gel. Utanmırsan sən. Sənin ağrın həyən yoxdur. Arvadını evdən çıxardan kimi evə başqa arvad gətirirsən, hə? Ceylan xala, indi biz özümüzə kişiyik də, indi... Kəs. Kişi, amma Ceylan xala, haqqına vurdun ha, əlinə quzu kəsimsən. Mənə bax, o şamamadır, mamamadır, hamamadır, nə zir-zibil daha. Onun da evdə nəyi var, hamısını çıxardıb atırsan bayra. Ata! Ay ata! Anam hanı bəs? Sənə deməmişəm, mənə ata demə. Ay ata! Şu qeyrətlə gəl. Tamam abi. Gəl. Şu qeyrətlə gəl. Gəl bura gəl. Nefis çıkardı. Nefis çıkardı. Atacan! Öptü atam. Çok sağ ol. Ars Hanım, hoş geldiniz. Hoşuma gelir. Bu neydi? Hoşuma gelir neydi? Şöyle bak şuraya. Geç kalmayan ya. Oo yavrum. Sağ ol. Şey diyeyim. İşte böyle. Ay baba! Ay baba! Ne oldu be? Belki de zürət də var, mətli yoldan belə gedib çıxal edirəmiş. Qələtdən başını daşa döymüsən. Qələtdən. Bəri gəl, doğru gəl. Talim var. Xalıyım ya. Abi səksən xalısı var, səksən. Nə varsan ha sən? Nə varsan ha? Səsini yolar mən sən. Radara düşmüsən, çaşmısan, mətləb bilmirsən ki, dəli xoyan vurağanam. Nədir? Əlbəz də lağıl. Yaxşı eləmərəm, yaxşı eləmərəm. Saqqızın pulunu ver də mənə. Nə saqqısı? Dur, ağzını saqqız. Saqqı. Nədir, mən vaxtım? Araq çizdirək. Onu hiç təngisi çıxartdır. Onsuz da şən heyvan idi onu indi. İndi təngisi çıxırdı. Onu döstü gəlməz ki, onsuz da o heyvan şən heyvandı. Yapısında şənlik var. Elə şey olar. Elə şey olar deyəndə qaqa, mən nətər evləndim? Mən sizin bacınıza elçi gəlmişim. Ay yaxşı, tamam. Ay Yox. Volkanın arkası. Ay yaxşı. Volkanın arkası nədə? Kızın kardeşleri özü kızı senin ayağının altına getirir. Hazır değil ki, pişmiş kız değil. Probeliyək də. Ha probeliyək, ne de probeliymiş adam değil.
Dur.